Psixoloji tezislər bizim cəmiyyətimizdə iqtisadi əsası olduğu üçün də, yəni iqtisadi tərəfi olduğu üçün də təbii olaraq inkişaf eləyir və insanlara deyirlər ki, sizin problemləriniz ona görə var ki, siz travma almısınız. Əslində gəlin baxaq görək ki, hansı uşaq travma almayıbdır. Məsələn, mən travma almamışam. Dəli düşünək ki, mən travmasız halımı təsəvvür edə bilmirəm. Yəni heç nə də, yəni ağ vərəqsən, heç bir travma insanda müəyyən məsələn müəyyən 90-cı illərə düşmüşük, çörək növbəsində olmuşuq, yağ növbəsində olmuşuq, müharibə dövrü olubdur, ailəmizin sosial vəziyyəti yaxşı olmayıbdır, müəyyən aqressiv mühit olubdur təbii olaraq da. Yəni mənə desəniz ki, indiyə qədər nail olduğunuz şeyləri, fikirləri nəyə borçlusuz? Deyərdim ki, aldığım travmalara borçluyam. Travma dedikləri şeylərə borçluyam. Bunlar hamısı dərsdir, travma deyil. Yəni bunlar hamısı yəni travma deyilən şey demirəm, yoxdur, var. Amma biz bunu bəlkə də bir 10%-də bunu 90% üstünə qoyub şişirtmişik də ki, yəni bu travma məsələsi. Əslində bəzən bir valideyn var indi təhsil, mənim uşağımı o uşağa pozan atır. Deyir ki, mənim uşağıma bunu elədi, mənim uşağım travma alır. Nə bilim, müəllim bir balaca əlini stolun üstünə vurub ki, diqqətini özünə cəlb eləsin. Deyir ki, valideyn deyir ki, mənim uşağım travma alır. Səs tonu ilə idarə etməyə çalışır yenə də. Deyir ki, travma alır. Baxın, real nümunədir. Ən yüksək səviyyədə şikayət olunmuş məsələdir. Müəllim lövhədə məsələ göstərir, hansısa uşaq orada danışır, müəllim lövhəyə markerlə vurur ki, diqqətini özünə cəlb eləsin. Bu bədən dilidir də, bir psixoloji bir şey. Valideyn ən yüksək səviyyədə şikayət çıxarır ki, mənim uşağım travma alır. Amma bu travma məsələsi həqiqətən də böyüdülmüş bir məsələdir. Və travmasız uşaq, yəni heç bir şey yaşamayan uşaqdır. Heç bir şey, bir dənə bir söz var, çox xoşuma gəlir. Deyir ki, hər oğlan uşağı heç kimin ona kömək eləyə bilməyəcəyi bir situasiyaya düşür. Bəzi uşaqlar, oğlan uşaqları o situasiyaya düşmür. Və onlar həmişə uşaq qalır, böyümürlər. Yəni buradan nə çıxır? Yəni bizim travma dediyimiz şey bizi böyüdür də, bizi inkişaf elətdirir.